Əziz Zəlim Ustad deyir ki, bülbül gecə gündüz ah fəqan edər, sevdiyi gül xar əlinə düşəndə. O dünya gözəli əriyər gedər, bir dil bilməz, yar əlinə düşəndə. Yediyi süfrədə nanı bəyənməz, ardan çəkilən şanı bəyənməz, sultanı bəyənməz, xanı bəyənməz, görməmişin var əlinə düşəndə. Dad görməmiş əlindən, dad görməmiş əlindən. Bu sözü ona görə dedim ki, bir neçə illər bundan əvvəl bir qanxoz sədrimiz var idi. Deməli ki, Cəfər ağa kişi, əşki Cəfər ağa da bu el aləm deyənə də bir qulaq az, ağsaqqallara da qulaq az. Dedi, siz nə danışırsınız? Bu dağları yaradan mənəm, yeri göyü yaradan mənəm. Nöyzən billah o Firavun demiş. Dedi, Allahın özü də mənəm, nöyzən billah. Üzür istəyirəm bu söhbətimə görə. Neysə, heç cür yola getməz, nə sənətkar bilər, nə aşıq tanıyar, nə şair tanıyar, nə xanəndə tanıyar, nə ağsaqqal, nə qarasaqqal tanıyar. Sizə ərz eləyim o günlərimizdən, o günlərdə yazdığımız şeirlərdən. Usta Fərman, bir ordubadı üstündə o Sədir qağamıza yazdığımız şeiri oxuyum dinləyicilərimiz üçün. Sədir yaman yuxardan gedirsən, darıxma enərsən bir gün. Yaman yuxardan gedirsən, darıxma enərsən bir gün. Çox alovlu danışırsan, çox alovlu danışırsan. Su gələr sönərsən bir gün, su gələr sönərsən bir gün. Toxta, sözlərin olmasın saxta. İraq üzdən ağzıva vuranlar noxta, ağzıva vuranlar noxta. Sözünlə dönərsən bir gün, sözünlə dönərsən bir gün, sözünlə dönərsən bir gün. Sifətini tanıyır bəd niyyətini, əhlimanın sənətini, əhlimanın sənətini. 90'da qanarsan bir gün, 90'da qanarsan bir gün, 90'da qanarsan bir gün. Yaman yuxardan gelirsən, darıxma, darıxma enərsən bir gün. Çox alovlu danışırsan, su gələr, sönərsən bir gün. Məcliscə hər yerdə özünü toxda, sözlərin olmasın saxta. Ağzıva vurarlar noxta, sözündən dönərsən bir gün. Mələklər var sağ solunda, nə var yazırlar alnında. Əldən gedər ustolunda, başıva döyərsən bir gün. Görənlər o sifətini tanıyır bəd niyyətini, əhlimanın sənətini. 90'da qanarsan bir gün, darıxma, darıxma. Adamın əlinə pul düşəndə, vəzifə düşəndə, usulu biraz böyüyəndə adam öz zızından çıxmaz. Əzizlərim, bəyək dedim axı, əsil kök məsələsi, əsilli köklü insanları heç nə yolundan çıxarda bilməz. Bu vəzifə də şirinlidir. Kimin ki çiyninə vəzifə qonsa, hayana gedərsə yolda baş əyər. Meyvəli bağların yanından keçsə, dənişi tökülər, kal da baş əyər. İşarə eyləyər, çəkdirər dara, bir əli ölümdür, bir əli çara. Kövrə ağ desə, qatıra qara, dilli dəli deyər, lal da baş əyər. Bu belə gəlib tarixən, ancaq Allah vergisi başqadır. Gərək Allah vergisinin önündə hamı baş əksin. Yəni aşıqlıqdır, xanəndəlidir, şairlidir, bəyək dedim kimi, bunlar Allah vergisidir. Tarixən böyük insanlar bu sənətkarlara qiymət qoyur, bu sənətkarları urvatda tutubdur. Oydu ki, mənim əzizlərim, qaydıram mətləbə. Günlərin bir gün eşitdim ki, Cəfər ağa kişini işdən çağırdıblar. Allah şad xəbər eləsin. Cəfər ağa kişi işdən çıxırdı da, nətər yanı bu deyir, daxı yeri göyü yaradan mənəm. Bir günlərim bir günü şair Əli Səfəroğludur mənəm, bir də şair İmandır.
əyləşib bir yerdə söhbət edirdi. Bir də gördük ki, bu köhnə dostumuz gəldi, çıxdı. Əşin, nə var, nə yox, deyə nətər olacaq. Bir zamanlar vardı, deyə məclislər qurardıq Kür qurağında, İsmaillidə bulaqların başında. Bir zamanlar var idi, dedi, maşınların 10-15-i, 20-si gəlib yanardı qapımın ağzında. İndi dedi, qardaş, dərdimi bilmirəm, kimə deyim, ağlayım. Öz də dedi, bu ərlə arvadın da gözündən düşmüşəm. Necə? Sən öləsən mənə, dedi, bir limonlu çay da vermir, bir mürəbbəli çay da vermir. Gördük, nə yaxşı şeylə yatan mövzudur. Ay Səfərman, qoy 5-10 kəlmə, indi şair İmanın yazdığından deyər, Sədir qağamızın işdə olduğu vaxtlardan. Bir zamanlar sədir idim, sanardılar qaya məni. Bir zamanlar sədir idim, sanardılar qaya məni. Hər gün qonaq edərdilər, hər gün qonaq edərdilər. Neçə şirin paya məni, neçə şirin paya məni. Lövbər salıb Kür üstündə, neçə əmlik yedik gündə. Keçirdilər çiğinlərdə, bu taydan o taya məni, bu taydan o taya məni. Sağlığıma içərdilər, canlarından keçərdilər. Sağlığıma içərdilər, canlarından keçərdilər. Masa bəy seçərdilər, masa bəy seçərdilər. Şənliklərə toya məni, şənliklərə toya məni. Bir zamanlar sədir idim, aya, sanardılar qaya məni. Hər gün qonaq edərdilər, neçə şirin paya məni. Lövbər salıb Kür üstündə, neçə əmlik yedik gündə. Keçirdilər çiğinlərdə, bu taydan o taya məni. Bəh, 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 bəh. Belə xoşbəxt günlərim vardı, ay balalarım. Sağlığıma içərdilər, canlarından keçərdilər. Masa bəy seçərdilər, şənliklərə toya məni. Bəs indi, dedi, indi vəzifə gedir. Elin gözündən düşmüşəm, qol-mağrəbə gözündən düşmüşəm. Çünki həyatda bir iz qoymadın, ay Cəfər ağa kişi. Bilirsən niyə? İzi yaxşılıqla qoyanlar deyir ki, nimdaş pencək kimi sökülür ömür. Asları bir yana, üzü bir yana, əməllər ayrılıb ələkdən keçir, ərsi bir yana, düzü bir yana. Ömür əmanətdir, ay eller. Hədiyə deyil, qaytarır bir nəsil, alır bir nəsil. Vay o kəslərə ki, yaşayır 100 il, düşməyir ünvanı izi bir yana. Cəfər ağa kişi həyatda iz qoymadı, görə işdən çıxan dövründə nələr yazır. Ay artıq yoxdur, ay balam, bir vəzifəyə. Üzüldü məni qüssəqəm, üzüldü məni qüssəqəm, a qüssəqəm, a qüssəqəm. Ay dostlarımı, ay balam itirmişəm. Salan yoxdur saya mənim, salan yoxdur saya məni, saya məni, saya məni. Bir vəzifəm, üzürdü məni qüssəqəm. Dostlarımı itirmişəm, salan yoxdur saya məni. Adım qalıb çox deyinən,
yoldaş olmuşam meynə. Deyirlər ki, kütbeynə sanırlar bir paya məni. Doğrudan vəzifədə olmaq nə yaxşıymış, nə yaxşıymış mənim əzizlərim. Ay əldən getdi, ay balam, ay balam, ay balam, xətir hörməyən. Harda qaldı o şan şöhrət, harda qaldı o şan şöhrət, o şan şöhrəyən. Arvad evdə, ay balam, qoyub həsləyən. Arvad evdə, ay eller, qoyub həsləyən. Mürəbbəli saya məni, mürəbbəli saya məni, saya məni, saya məni. Şəhərman, ay arvad evdə, ay balam, ay balam, qoyub həsləyən. Mürəbbəli saya məni, mürəbbəli saya məni, saya məni, saya məni, saya məni. Əldən getdi xətir hörmət, harda qaldı o şan şöhrət. Arvad evdə qoyub həsrət, mürəbbəli saya məni. Əzizlərim, arzum budur ki, bütün insanlarımız həmişə insanları başa düşsün. Mən istərəm bütün dostlar uzalsın, ancaq vaxt olanda dönüb bir geri baxsın.